Salam aziz uşaqlar, bu günləri sintaks bölməsindən söz birləşmələri haqqında danışacağıq. Biz sizlə fazla birləşmənin içində fazla birləşməyə ad vermişdik ki, nə idi bu? Sabit söz birləşmələri idi. Bunlar isə sərbəst söz birləşmələridir. Sərbəst söz birləşmələri sabit söz birləşmələrinə nisbətən həqiqi mənada işləyənlər yazdırılsın. Yazdırılsın ki, sintaksisdə ümumi bir bölmədir. Bunun içində söz birləşmələri, cümlələr, cümlə üzvləri, xitabdır, ara sözdür, modal sözlərdir. Hamısı bu bölmədə öyrənilir. Yazılasın ki, söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Yaxşı, bəs müstəqil söz deyəndə nə başa düşürük? Müstəqil söz deyəndə başa düşürük ki, müstəqil sözlər əsas nitq hissələrdir. Nədir? Əsas nitq hissələrdir. Yazılasın köməkçi nitq hissələridir. Ondan başqa tərkibi köməkçi fe'llərimizdir, etməkdir, eləməkdir, olmalıdır. Bunlar söz birləşməsinin tərəfini təşkil edə bilmir. Məsələn, baxın uşaqlar, qızıl saatda hər iki tərəf belə deyək, əsas nitq hissəsi olduğu üçün söz birləşməsidir. Həyat yolu, həyatın mənası, daha çox oxuyanda, burada daha ədat da olsa bizə lazım olan nədir? İki dənə əsas nitq hissəmiz var da, çox oxuyanda. Sonra gözləri nəmli, burada da yazırsın iki dənə nəyimiz var? Nitq hissəmiz var. Və söz birləşməsi deyil. Nələr söz birləşməsidir? Məsələn, evə tərəfdə tərəf qoşma olduğu üçün söz birləşməsi sayılmır. Kömək etməkdə etmək var ona görə, daxil olmaqda olmaq var. Sənin üçün qoşma olduğu üçün, bizdən əvvəl qoşma olduğu üçün bunlar yazırsın ki, söz birləşməsi sayılmırlar. Yəni, sərbəst söz birləşməsinin yaranması üçün bizə nə lazımdır? 2 və daha artıq əsas nitq hissəsi və bunlar da məna və qrammatik cəhətdən nə etməlidirlər? Birləşməlidirlər. Yazırsın ki, söz birləşməsi quruluşca növ var. Yazırsın ki, bundan sonra düzəltmə kateqoriyası çıxır. Sintaksisdə ya sadə olacaq, ya mürəkkəb olacaq. Söz birləşmələrdə sadə və mürəkkəb olmalı 2 yerə bölünür. Sadə söz birləşməsi 2 müstəqil sözdən ibarət olur. Məsələn, sadə, həyat, yaşamaq üçün həvəs. Bu, diqqətli olun uşaqlar. Yaşamaq üçün həvəsdə yaşamaq sözü ilə həvəs sözü var. Amma bunlar əsas söz birləşməsidir. Üçün olanda, yəni tərkibində köməkçi nitq hissəsi olanda və ya etmək eləmək olanda onları da sadə olaraq götürürük. Sonra dəmir qapıda hər iki tərəf əsasdır. Evə tərəf yola baxan, evə yol sözü var. Əsas nitq hissəsidir. Tərəf nəyimizdir? Qoşmamızdır. Bunu nə edirik? Bu da sadə söz birləşməsi sayılır. Kitaba baxmaq, dərs oxuyan və s. Bunlar sadə söz birləşmələrdir. Bəs mürəkkəb söz birləşməsinin tərkibi nə olur? 3 və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn, dünyanın qədim şəhərləri 3 əsas nitq hissəsi. Məktəbin geniş həyəti. Ali məktəbə qəbul olmaqda uşaqlar. Ali məktəb, bunlar əsas nitq hissələrdir. Qəbul olmaq ikisi bir yerdə bir dənə söz sayılır. Yəni tərkibi fe'l kimi qəbul edir. Diqqətli olaq uşaqlar. Köməkçi nitq hissələri və köməkçi fe'llər söz birləşməsinin quruluşuna təsir etmir. Məsələn, baxın uşaqlar. Şirin alma sadə söz birləşməsidir. Daha şirin alma da sadədir. Nə üçün? Daha burada ədat mövqeyinədir. Evə baxmaq sadə söz birləşməsidir. Evə tərəf baxmaqda tərəf qoşma olduğu üçün bu da sadə söz birləşməsi sayılır. Vətən uğrunda şəhid olmaqda belə kəmiyyət olaraq 4 dənə söz görsək də, amma əslində burada 4 dənə söz yoxdur. Nə üçün? Bu da sadə söz birləşməsi. Çünki uğrunda burada qoşma sayılır. Şəhid olmaqda bir dənə söz götürülür, yəni fe'l mövqeyində. Vətən uğrunda şəhid olmaqda sadə söz birləşməsidir. Sonra ikinci qeyd vermişik. Fazla birləşmələri, yəni sabit söz birləşmələri müstəqil şəkildə işləndikdə söz birləşməsi sayılır. Ağlı başdan gəlməyə 3 dənə söz var tərkibində, amma biz bunu leksik vahid olaraq bir leksik vahid hesab edirik, düzdürmü? Çünki məcazi mənadadır. Bu sərbəst söz birləşməsi deyil. Əgər əvvəlinə hər hansı bir birləşmə, hər hansı bir söz artırsa, bəli, onu götürə bilərik. Məsələn, deyirik ki, Samirin ağlı başdan gələndə. Samir bir vahidimizdir, ağlı başdan gəlmək də bir vahidimizdir. Yəni, 2 dənə burada bizə vahidimiz lazım olan nitq hissəsi varsa, bunu söz birləşməsi götürə bilərik. Silək. Deməli, uşaqlar, söz birləşməsinin 2 dənə tərəf var. Söz birləşməsinin tərəfləri birinci tərəf var, ikinci tərəf var və ya buna aslı və ya əsas tərəf də deyirik. Məsələn, baxın zəhmət olmasa, yuxarı mərtəbə. Yuxarı mərtəbə nümunəsində aslı tərəfimiz yuxarıdır, əsas tərəfimiz mərtəbədir. Bunu birinci tərəf adlandırır, bunu ikinci tərəf adlandırır. Evə getməkdir, evə aslı tərəfdir, getmək isə nəyimizdir? Əsas tərəfimizdir. Yazırsın ki, biz bunu nə adlandırırıq? Birinci tərəf və ikinci tərəf.
Söz birləşməsinin inşallah növləri də var. Söz birləşməsinin növləri nədir? Yazırsın ki, əsas tərəfin, yəni ikinci tərəflərin ifadə vasitəsinə görə söz birləşmələri ikiyə bölünür. İsmi birləşmələr var, fe'li birləşmələr var. Əsas tərəfi, yəni ikinci tərəfi adlarla isimdir, sifətdir, saydır, zərfdir və ya isimləşmiş sözlərlə ifadə olunanlar isim birləşməsi sayılır. Məsələn, maraqlı əsər, gözəllər, gözəli, şagirdlərin ikisi. Məsələn, maraqlı əsərdə ikinci tərəfimiz nə ilə ifadə olundu? İsimlə. Gözəllər gözəlində ikinci tərəfimiz nə ilə ifadə olundu? Sifətlə. Şagirdlərin ikisində nə ilə ifadə olundu? Sayla. Uşaqların hamısında nə ilə ifadə olundu? Əvəzliklə. Evin yuxarısında nə ilə ifadə olundu? Zərflə. Diqqətli olun uşaqlar. Məsəl həm fe'lin həm ismin xüsusiyyətini daşısa da, mənsubiyyət öyle dəyişəndə biz onun nə götürürük? İsim birləşmə kimi qəbul edirik. Yəni təbii ki, mənsubiyyət şəkilçisi yanında olmalıdır aid olduğu sözlə. Fe'li birləşmələr nədir bəs? Baxın, əsas tərəfi fe'lin təsvirlənməyən formaları ilə ifadə olunur. Yəni məslərdir, fe'li, sifət, fe'li bağlama önəmli. Bunlar da fe'li birləşmə sayılırlar. Kitab oxumaq, evə gedəndə diqqətli olasınız. Mənim oxuduğum yazılsın ki, biz dıq şəkilçisinin nə demişdik? Demişdik ki, hər zaman nə ilə işlənir? Mənsubiyyət şəkilçisi ilə işlənir. Ona görə bunun isimləşməyə, yəni heç bir aidiyyəti yoxdur. Fe'li birləşmə sayılır. Kitab yazar. Baxın uşaqlar, bir dənə belə bir şey yazar. Məsələn, yazar ki, evə baxmaq, evə baxmaq. Düzdürmü? Evə baxmaq nümunəsində fe'li birləşmədir. Nə üçün? Çünki bu məslərlə ifadə olunur. Mənim baxmağım, mənim baxmağım. Bəs bu nədir uşaqlar? Bu isə ismi birləşmədir. Çünki burada məslər nəyə görə dəyişib? Mənsubiyyət görə dəyişib. Yadda qalar mı? İsmi birləşməni də uşaqlar yazdırsın ki, düzdür, bunlar indi proqramdan çıxarılır, amma əsas məsələ nədir? Əsas məsələ odur ki, biz cümlə üzvlərində də, söz birləşməsində də bunlarla rastlaşırıq, əsas dinləyin. İsmi birləşmələrdə əsas tərəf adlarla ifadə olunur uşaqlar. Bunlar yazdırsın ki, ümumiyyətlə ismi birləşmələr bölünürlər ikiyə. Təyini söz birləşmələri var, bir də qeyri-təyini söz birləşmələri var. Təyini söz birləşmələrinin 3 növü var. Birinci növ təyini söz birləşməsi, ikinci növ, bir də üçüncü növ. Birinci növ təyinin söz birləşməsi 1T0, 2T0 nümunəsi ilə ifadə olunur. Hal və mənsubiyyət şəkilçisi olmadan yaranır. Birinci tərəfin xüsusi şəkilçisi olmadan ikinci tərəfə yanaşır. Məsələn, qızıl medal. Burada da şəkilçisi yoxdur, burada da. Yəni hal və mənsubiyyət şəkilçisindən söhbət gedir. Oxuyan şagird. Burada da hal və mənsubiyyət yoxdur, burada da yoxdur. Birinci tərkibindəki aslı olan söz leksik şəkilçili. İkinci tərəfdə isə cəm və ya mənsubiyyət hal şəkilçisi qəbul edə bilər, amma ikinci tərəfdə. Məsələn, maraqlı filmlər. Buradakı l şəkilçisi nədir? Leksik şəkilçidir. Filmlərdəki lar nədir? Yazırsın ki, cəm şəkilçidir. Çalışqan şagirdlərimiz. Burada imiz mənsubiyyət şəkilçidir. Burada bizim olmadığı üçün bu artıq nədir? Birinci növ təyin söz birləşməsi sayılır. Tərəfləri uşaqlar normalda ayrılır. Yəni ayrı-ayrı təhlil olunur. Məsələn, baxın, maraqlı filmlərdə maraqlıya necə sualı veririk, filmə də nə sualı veririk? Çalışqan şagirdlərdə çalışqana necə sual veririk, şagirdlərə də kim sualını veririk. Baxınız, zirvədən baxanda gözəl mənzərə və mavi dəniz göstərilir. Gözəl mənzərə, mavi dəniz ayrı-ayrı cümlə üzvü kimi götürülür. Amma bəzi hallarda birinci növ təyin söz birləşməsinin tərkibində olan bəzi sözləri biz bölə bilmirik. Yəni bir yerdə təhlil edirik. Bu nə vaxt olur? O vaxt olur ki, tərəfində hər, tərəf, son vaxtlar, yeni il, orta əsrlər, qədim dövr, nadir hallarda, ev tərəf, bu kimi birləşmələrdə bölünməyəcək. Aydın oldu mu? Məsələn, deyirsən ki, deyirik ki, məsələn, nə var burada? Deyirəm ki, hər tərəf ağappaq idi. Ağappaq idi. Bu birinci növ təyin söz birləşməsidir, hər tərəf. Düzdürmü? Amma biz bunu bir dənə cümlə üzvü kimi götürürük, bunu bölüb. Məsələn, mavi dənizi bölə bilirdik. Düzdürmü? Mavi dənizi bölə bilirdik. Maviyə sual verildik necə? Dənizi sual verildik nə? Hər tərəfi isə bölə bilmirik. Aydın oldu mu? Məsələn, yazıram ki, yeni ildə görüşərik. Yeni ildə görüşərik. Düzdürmü? Burada yeni ili bölmək olmur. Aydın oldu mu? Bir yerdə sual verirsiniz. Nə vaxt, nə zaman görüşərik? Yeni ildə. Aydın oldu mu? Yenə deyirəm, bu dərs proqramından çıxarılır, amma cümlə üzvlərini mükəmməl şəkildə öyrənmək üçün bunları bilmək vacibdir. İkinci növ təyin söz birləşməsi, uşaqlar, bu da qeyri-müəyyənlik alınan mənsubiyyət. Üçüncü şəxsin təkli mənsubiyyət şəkilçisinin formalaşması ilə yaranır. Baxın, zəhmət olmasa. Su səsi.
Bunun düsturu belədir də 1T0 üstəgəl 2TM. Yəni birinci səhvdə şəkilçi yoxdur, ikinci səhvdə üçüncü səhvdə -1 şəkilçi var. Su səsini necə tapılır uşaqlar? Suyun səsi. Məktəbin direktoru, oxumağın həvəsi. Qeyri-mənqəli halda bunları keçmişdik. Aydın oldu mu? Bu da parçalanmadan bir dənə cümlə üzvü mövqeyində işlənir. Məsələn, baxın uşaqlar, məsələn üçün, dünyanın gəncləri oxumaq arzusu. Məsələn, yazaq burada, oxumaq arzusu onu bura gətirdi. Onu bura gətirdi. Düzdürmü? Oxumağın arzusu, bu bir dənə cümlə üzvü kimi təhlil olunur. Yəni ikinci növ tənsürdə. Nə onu buraya gətirdi? Oxumağın arzusu. Tərəfləri, uşaqlar, tərəfləri arasında söz artırma olmaz. Yəni bunların ortasında söz artırma olmaz. Şəkilçi qoya bilir yoxlamaq üçün. Tərəfləri eyni zamanda cəmlənmir yazırsın. Söz ustadları, məsələn sözlərin ustadları deyə bilmirik, amma içində istisnalar var. Atalar sözləridir, qocalar evləridir, həmkarlar ittifaqlarıdır, gənclər təşkilatları da həmçinin. Tərəfləri adətən şəxs əvəzlikləri ifadə olunmur, çünki şəxs əvəzlikləri qeyri-mənqəli halda olur və nə mənsubiyyəti ilə dəyişir. İkinci növ tənis birləşməsinin birinci tərəfi ümumilik, ikinci tərəfi isə qeyri-müəyyənlik bildirir. Deməli, ikinci növ tənis birləşməsində əsas bizə vacib olan nədir? Parçalanın təhlil olundu, parçalanmadan. Parçalanmadan, düzdürmü? Bütöv bir cümlə üzvü kimi təhlil olundu və necə düzəldi uşaqlar? Birinci tərəfi nə oldu? Qeyri-mənqəli hal, ikinci tərəfi nə oldu? Nə? Mənsubiyyət şəkilçisi. Keçdik üçüncü nömrə. Üçüncü növ tənis birləşməsində yazarsın ki, uşaqlar. Üçüncü növ tənis birləşməsi birinci tərəfi müəyyən yiyəli hal, ikinci tərəfi isə hər üç şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə düzəlir. Məsələn, mənim kitabım yiyəli hal mənsubiyyət, uşaqların səsi yiyəli hal mənsubiyyət, onların oxuyanları yiyəli hal mənsubiyyət, sənin oxumağın yiyəli hal mənsubiyyət. Tərəfləri arasında söz artırma olur. Məsələn, Füzulinin poeması deyilir. Ortasına söz sala bilərik. Füzulinin dünya şöhrəti poeması. Tərəfləri həm ayrı-ayrılıqda, həm də eyni zamanda cəmlənə bilir. Uşaqların geyimləri, maşınların ehtiyat hissələri, meşənin ağacları və s. Bu da uşaqlar ikinci növ tənis birləşməsi kimi bir cümlə üzvü olur. Biz bunu əsasən cümlə üzvünə görə keçirik ki, sabah cümlə üzvlərinə, yəni mübtədanın tamamlıq xəbər keçəndə orada əziyyət çəkməyək. Şəlalənin səsi insanı valeh edirdi. Bu bizim müəyyən yiyəliyalımız, bu bizim mənsubiyyətimiz. Və bütövlükdə bir cümlə üzvü olur. Nə insanı valeh edirdi? Şəlalənin səsi. Yadda qalar mı? Sonra diqqətli olaraq uşaqlar, burada əlaqələr məsələsi var. Birinci tərəfdə biz, siz şəxs əvəzlikləri ifadə olunurdu. İkinci tərəfdə mənsubiyyət şəkilçisi işlənə bilər, işlənməyə də bilər. Məsələn, bizim ev, bizim evimiz. Burada ev formasında da işlənə bilər, evimiz formasında. Arasında fərq nədir? Əgər ikinci tərəfdə mənsubiyyət şəkilçisi olsa, məsələn, gəlin buradan yazaq. Bizim ev formasında olsa, bu parçalanıb cümlə üzvü götürüləcək. Bu olacaq təyin edən, bu da təyin olunur. Aydın oldu mu? Amma bizim evimiz olsa, bizim evimiz olsa, bu isə bütöv cümlə üzvü olacaq. Yəni ikinci tərəfdə mənsubiyyət şəkilçisi olsa bütöv cümlə üzvü olacaq, olmasa isə ara-ara cümlə üzvü mövqeyində işlənəcək. Bəzi nümunələr var uşaqlar. Bizim tərəflər kimi nümunələrində bütövlükdə bir cümlə üzvü kimi götürülür. İndi gəlin bunu da ümumiləşdirək. Bu necə düzəldi uşaqlar? Üçüncü növ tənis birləşməsi belə deyək də, birinci tərəfi müəyyən yiyəli hal, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə düzəldi. Bir cümlə üzvü olur, bəli. Haçan parçalanırdı, ikinci tərəfdə mənsubiyyət şəkilçisi olmayanda parçalana bilir. Burada qeydlərimiz var uşaqlar. Bunlara da baxın zəhmət olmasa. Bax, tərkibində d və acaq şəkilçisi fe'li sifətlər ismin birləşmənin əsas tərəfi ola bilmir. Bax, tərkibində d və acaq şəkilçilər. Bunlar ismin birləşmənin aslı tərəfi ola bilirlər. Çünki onu ilə izah edirlər. Üçüncü növ tənis birləşməsinin tərkibində təyin edici söz, müstəqil cümlə üzvü götürmək olmaz. Onun yeni kitabı maraqlıdır. Baxın, zəhmət olmasa, onun yeni kitabı maraqlıdır. Bax, burada yiyəliyalımız var, burada da mənsubiyyətimiz var. Burada olan yeni sözü var. Buna ayrıca cümlə üzvü kimi götürmək olmaz. Çünki bunu necə götürürük biz? Bütövlükdə bir cümlə üzvü kimi götürürük. Aydın oldu mu? Onun yeni kitabı maraqlıdır. Sonra uşaqlar, mənim əziz dostum. Mənim əziz dostumda nəyimiz var bizim uşaqlar? Üçüncü növ tənis birləşməmiz var. Sənin yeni kitabın kimi birləşmələrdə yiyəliyallı söz ixtisar olunsa, yəni bu sözlər ixtisar olunsa yazılsın. Üçüncü növ tənis birləşmələri birinci növ tənis birləşməsinə çevriləcək.
Ya mənim əziz dostum üçüncü növdür. Mənim olmasa, əziz dostum olsa neçənci növ olacaq? Birinci növ. Yadda qalarmı? Və ya sənin yeni kitabın üçüncü növdür, olmasa olacaq birinci növ. Bizim sinif rəhbərimiz tipli birləşmələrdə sinif sözü qeyri-müəyyən yerli haldadır. Baxın uşaqlar, bizim rəhbərimiz əslində bu əlaqəyə girir. Bizim sinifin rəhbəri, yəni qeyri-müəyyən yerli halda götürülür. İkinci və üçüncü növ tənasüb birləşmələri yazarsın ki, parçalanma istisnaları var idi. Bəzi hallarda isim birləşmələr digər isim birləşmənin tərkibinə daxil olur. Belə hallarda söz birləşməsi vahid birləşməyə hesab olunur. Məsələn, insan həyatının mənası. Burada neçə söz birləşməsi var? İnsan həyatı bir, həyatının mənası bir. Bu gələcəkdə bir dənə cümləmiz olur. Biz də bunu bir dənə söz birləşməsi kimi nə edirik? Qəbul edirik. Qeyri-təyinli ismi birləşmələrlə fe'li birləşmələrdə inşallah gələn dəfə izah eləyərik sizə. Bugünlük bu qədərdir uşaqlar. Sağ olun, növbəti dərsdə görüşərik.